Salam anacan, necəsən? Mən yaxşıyam. Təkcə sənin üçün darıxıram. Anacan, mən artıq böyümüşəm, işləyirəm. Mənə görə narahat olma. İnşallah çox pul qazanıb sənə də göndərəcəyəm. Hamı səni soruşur məndən. Mən də deyirəm ki, anam işləməyə gedib. Öz qazandığım pulları da göstərirəm ki, bu da onun göndərdiyi pul. Qoymaram kimsə sənə bir söz desin. Bacıma görə də narahat olma. Həkim dedi, dərmanları ala bilsə, onda tez sağalar. Bugün bütün qoğalları sata bilsən, dərmana pul çatacaq. Burada havalar soğuyub. Bugün qar da yağmışdı deyə ev pulumuz olmuşdu. Qarı heç sevmirəm. Yollar donur, evdən çıxa bilmirəm deyə heç nə sata bilmirəm. Bacı hər gün səni soruşur ki, anamız nə vaxt gələcək? Nənəm deyir, az qalıb, lap az. Sonra isə daha heç vaxt bizi tək qoymayacaqsan. Həmişə yanımızda olacaqsan. İndi oturmuşam parkda. Burada çoxlu uşaqlar var. Anaları ilə gəzməyə gəliblər, oyunlar oynayırlar. Sən qayıtdıqda hər şey fərqli olacaq. Daha yaxşı olacaq. Mən də məktəbə gedə biləcəyəm. O biri uşaqlarla oynaya biləcəyəm. Səninlə gələcəyəm bu parka, bu uşaqlar kimi. Anacan, səni çox sevirəm. Tez qayıt. Salam mənim ağıllı, zəhmətkeş balam. Oxudum məktubunu. Allaha şükürlər olsun ki, səni mənə bəxş edib. Sənin işləməyin, zəhmətkeş olmağın məni həm çox qürurlandırır, həm də çox kədərləndirir. Mən işləməli, sənə baxmalı olduğum halda əlim qolum bağlı burada oturmuşam. Sənsə məktəbə getmək, uşaqlığını yaşamaq yerinə soyuq küçələrdə çörək pulu qazanırsan. Mən neçə vaxtdır ki, bu düşüncələr, ürək ağrısı ilə bu dörd divarın arasında nəfəs alıb verməkdən başqa heç bir işə yaramırdım. Amma Allahdan ümid kəsilməzmiş. Yadındadır bacınla sənə toxuduğum şərflər? İndi burada da şərf toxumaqla pul qazanacam. Sizə kömək eləyə biləcəm. Balam mənim, artıq sənin işləməyinə ehtiyac qalmayacaq. Hər ay sənə pul göndəriləcək. Qızım da sağalacaq. Sənsə oxuyub atan kimi savadlı olacaqsan. Hər ikinizi çox sevirəm.